Demək, İsmayılova Lalə, artıq 7 ildir ki, artıq 7 il oldu ki, kadrlar sahəsində və, kadrlar sayəsində və payroll sayəsində çalışıram. Əm, aha, da. Çalışıram. İndi hal-hazırda bir tikinti şirkətində işləyirəm. Əm, Təlimləri isə başlamışam artıq 3 ildir. Çünki məndə konsaltinq olub və konsaltinqdə hər bir proses baş verib. Yəni ki, düşünürəm ki, sizə də faydalı olar bildiyim məlumatları sizə də ötürmək. Hal-hazırda bizdə indi BRS təlimidir. Çox ümid edirəm ki, yəni bir çoxlarınız da bilirsiniz, yəni BRS-də işləyirsiniz. Kadr çünki sayəsində çalışanlarda ən çox mühasibatlıqda yəni lazım olur BRS, amma ki kadrda da lazım olur. İndi düzünü desəm kadrlarda ERP proqramlarına keçirlər çox vaxt, yəni artıq ERP-də çalışırlar, yəni bütün məlumatları ora ötürürlər. Mən istədiyim hətta ERP proqramı BRS-dən daha rahat olur. Amma ki, yəni bir çox şirkətlərdə də təbii ki, bir çox böyük bir şirkətlərdə də BRS proqramı hələ də davam edir. Bu günləri biz sizlə keçəcəyik işə qəbulu. Demək, işə qəbul prosesi necə olur ümumiyyətcə? İşə qəbul prosesi BRS-də 3 prosesdən ibarətdir. Yəni 3 etapdan ibarətdir daha doğrusu. Biz sizlə keçək, həmin proseslərə baxaq. Sonra isə mən bütün yəni BRS-də olan prosesləri göstərdikdən sonra sizə zəhmət değilsə özünüz üçün qeyd apararsınız. Sonra nə suallarınız olarsa, yəni proseslərdən sonra baxaq və suallarınızı verəsiniz. Yəni fərqi yoxdur, BRS-ilə bağlı, nə ilə bağlı olsa da suallarınızı verərsiniz. Mən indi paylaşım. Sizə zəhmət deyilsə, mən paylaşdıqdan sonra, yəni səsim əgər gəlməzsə və yaxud da paylaşdığım slayd görsənməzsə, hissə görsənməsə, mənə deyin ki, sonra yəni onu göstərə bilim. Aha. Hamıya görsənir? Tamam, təşəkkürlər. Aha. Demək, bizdə ilk öncə bizim dərsimiz olacaq işə qəbul prosesi. İşə qəbul prosesini etməmişdən öncə mən sizə istəyirəm Excel-də ştat cədvəlini göstərdim. Ştat cədvəli ümumiyyətcə nədir? Ştat cədvəli hər bir şirkətdə olmalıdır mütləq şəkildə. Yəni bəzi kiçik şirkətlərdə olmur. Yəni mən özümdən götürüm. Yəni bizdə konsaltinqdə kiçik şirkətlərdə çoxsa heç ştat cədvəli tərtib etmirdi. Amma olmalıdır mütləq şəkildə. Çünki həm kömək edir işçi götürülərkən ştat cədvəli nədir də ümumiyyətcə? Yəni hansısa vəzifənin maksimum məbləğini, maksimum şapka deyirlər də ona ki, şapkası neçə olmalıdır? Tutaq ki, sənədlər üzrə mütəxəssis götürmək istəyirlər şirkətə və sənədlər üzrə mütəxəssis götürərlərkən o da ki, bizdə bazarda olur həmin qiymətlər. Yəni hər bir sahənin öz bazar qiyməti var ki, yəni ki, sırf ondan götürülür və ştat cədvəli ona uyğun tərtib edilir. Amma bəzi özəl şirkətlər özləri tərtib edirlər həmin o ştat cədvəli. Özləri tərtib edirlər dərkən necə anlaşılır? Yəni ki, direktordur, özü üçün şirkət açıb, özəl şirkət və həmin şirkətdə deyir ki, tutaq ki, mən götürürəm ambardara 500 manat məbləğ ödəyəcəm. Yəni istəyir gəlsin işləsin, istəmir işləməsin. Amma ki, böyük şirkətlərdə təbii ki, bunun hamısı bazar qiyməti ilə gedir. Yəni özlərindən qiymət orada yaza bilmirlər. Yəni məbləğ yaza bilmirlər. Mən sizə həmin Excel-i göstərdim. Həmin Excel üzərindən gedək. Bir dəqiqə, burada sınavit eləyim, Excel-i göstərim.
Aaa, ümid edirəm hər kəs görür Excel-i. Burda nədir? Demək, burada sıra sayı olur, bölmənin adı olur. Ümumiyyətcə, yəni mütləq şəkildə, şirkət açılarkən, yəni işçilər götürülməmişdən öncə mütləq şəkildə bu cədvəl tərtib olunmalıdır, imzalanmalıdır, direktor tərəfindən möhürlənməlidir. Ondan sonra həmin bu ştat cədvəlinə uyğun artıq birəsdə biz işçiləri götürə bilərik. Demək, bizdə bölmələr var. Baş ofis, satın alma ofisi, anbar, logistika bölməsi. Həmin bölmələrə uyğun vəzifələr seçilir. Direktor, mühasib, təchizat üzrə mütəxəssis, anbardar və onların sayları. Tutaq ki, biz istəyirik satın alma şöbəsinə 2 nəfər təchizat üzrə mütəxəssis götürmək. Bu ilk öncə həmin o şöbələrin rəhbərləri ilə danışılmalıdır. Yəni sənin şöbənə neçə nəfər lazımdır? Həmin mütəxəssis də yəni baxır ki, tutaq ki, həmin rəhbər də baxır ki, mənə 2 mütəxəssis lazımdır. Bir mütəxəssis bu işlərin öhdəsindən gəlmir. 2 nəfər təchizat üzrə mütəxəssis götürülməlidir. Anbar müdürü, tutaq ki, anbar müdürü 1 nəfərdir. Bu anbar müdürü də ki, yəni tutaq ki, deyir ki, mən özümə anbardar götürməliyəm. 2 nəfər anbardar götürür. Sonra 2 nəfər bizim şirkətə sürücü lazımdır və həmin işçilərin də maaşları təşkilat üzrə mütəxəssis 2 nəfər 1200, vəzifə maaşı 1200. Sonra sürücü 800 manat maaşla, anbardar 900 manat maaşla. Və bu maaş bu 1200 2 nəfərin maaşının toplamı deyil. Yəni 600-600 deyil. 1200 sırf təchizat üzrə mütəxəssisin maaşıdır. Yəni ki, mən əgər 2 nəfər təchizat üzrə mütəxəssis götürsəm, eləyəcəm 2400. Sonra burada da qeydlər aparıram ki, yəni maaşı 1500-dür, amma ki bir neçə aydan sonra bu ştat cədvəlində dəyişiklik ola bilər. Yəni mühasibin maaşı 1500 yox da ola bilər 2000 tutaq ki. Bu bildiyimiz ştat cədvəli. Sonra indi keçirik birəsə. Ştat cədvəli ilə bağlı suallarınız var ümumiyyətcə? Yoxdursa keçirik onda birəsə. Aha. Tak. Birəsdə demək, burada bizdə hər bir şey birəs ümumiyyətcə necə bir proqramdır? Yəni bütün məlumatları biz ora yığırıq ki, bəzi şirkətlərdə birəs olmur, çünki büdcəli və birəs olmadığı təqdirdə bütün məlumatlar Excel-də, Word-də, nə bilim hansısa papkalarda olur və o məlumatların itmə prosesi, yəni itmə olur, yəni. Çünki mən işlədiyim şirkətdə birəs yox idi bir neçə il bundan öncə. Yəni bütün məlumatlar daxil olunurdu sırf Excel-lərdə, Word-lərdə, yəni papkalarda. Çalışdığımız qədər təbii ki, o məlumatları elə yığırdıq ki, yəni itməsin, amma yenə də olurdu. Amma birəs elədir ki, yəni bütün məlumatları yığırsan bu proqrama, yəni bu proqramda da hər bir şey qalır. Hətta siləndə belə X-la silinir, yəni bütün məlumatda görmək olur ki, hə, nə silinib, nə silinməyib. Demək, bizdə indi biz götürürük kadr işə. Hardan başlayırıq? İlk öncə bu hissəsini göstərdim ki, burada hər bir şey, yəni ki, daha tez çatmaq üçün tutaq ki, əmək haqqı hissəsi budur. Əmək haqqıya uyğun olan hissələr hamısı burdadır. Biz sizlə əmək haqqı modulu, əmək haqqı lap maraqlı dərsdir, yəni əmək haqqı hissəsini daha çox sevirəm. Yəni əmək haqqını keçdikdə sizlə bu hissə ilə işləyəcəyik. Kadrlar hissəsi isə buradır. Bizə əmək haqqı hissəsindən sırf lazım olacaq ştat cədvəlinin dəyişdirilməsi. Ştat cədvəlinin yaradılması, dəyişdirilməsi də, yəni bu hissədən edirik. Demək, ümumiyyətcə əmək haqqı hissəsi ilə kadr hissəsi bir-birinə bağlıdır. Yəni mən tutaq ki, əmr yaratmaq istəyirəm. Mən onu yarada bilərəm əmək haqqı hissəsindən də, kadr hissəsindən də. Demək, ştat cədvəlinə daxil oluruq. Biz
həmin bu ştat cədvəlini tutaq ki, mən yaratmaq istəyirəm satın alma şöbəsinə təchizat üzrə mütəxəssis. Daxil oluruq ştat cədvəlinin dəyişdirilməsinə. Burdan əlavə edirik. Çətin bir proqram deyil əslində. Sadəcə biraz qarışıq bir proqramdır. Ola bilsin ki, kimlərsə yeni görür BIRES proqramını, ümumiyyətcə işləməyib BIRES-lə, ümumiyyətcə heç hələ ki tələbədir. Yəni ki, sizə qarışıq gələ bilər, amma ki, yəni çox rahat bir proqramdır. Mən sizə deyim də, yəni 2 həftə üzərində işləsəniz, 2 həftə də deməyim hətta, 1 həftə üzərində işləsəniz, artıq yəni hər bir şeyi mənimsəyəcəksiniz. Yəni çətin bir şey yoxdur. Demək, burada açılır bizdə bu səhifə. Burada datanı dəyişirik. Tutaq ki, mən istəyirəm ki, ştat cədvəlimi tərtib edim yanvarın 1-dən. 01 yanvarın 1-dən etməyək. Yanvarın 05.01.2025. 2025. Demək, təşkilatımızın adı burada qeyd olunmalıdır mütləq şəkildə. Çünki bunu qeyd etməsi biz OK basdıqda, yəni bizdə xəta kimi göstərəcək. Demək, ştat vahidlərini bura əlavə edirik. Tutaq ki, mənə lazımdır təchizat şöbəsi. Təchizata mənə vəzifə lazımdır satın alma üzrə mütəxəssis. İndi biz ona əlavə edəcəyik öz Excel-imizə. Burada tapmaq üçün satın alma, buradan belə yazanda sənədlər üzrə mütəxəssis. Sonra ştat sayını seçirik. Bizə lazımdır 1 nəfər. Maksimum maaşını bura qeyd edirik. Maksimum olacaq 555, minimum olacaq 555, maksimum olacaq tutaq ki 1000 manat. 1000 manat da olacaq 1126. Sonra burada gross məbləğlərini yazırıq. AZN, sonra iş qrafiki. İş qrafiki olacaq tutaq ki 5 günlük. Əsas hesablanma olacaq əmək haqqı. Bu qədər. Şərhə də yaza bilərik ki, yeni işçinin əlavə edilməsi. Yəni şərhə siz nə istəsəniz onu yazın. Yəni baxmayın ki, kimsə gələr bunu. Yəni sizin üçün nə rahat olacaqsa onu yazın şərhə. Mən ümumiyyətcə çalışıram şərhləri elə yazmağa ki, sonra sabahsı günü baxanda, yəni yadıma düşsün ki, nə yazmışam, nə qeyd etmişəm, niyə bunu belə qeyd etmişəm. Burada nə deyir? Номер 1, тарифная штатная единица, указывает. Вид тарифной ставки. Aylıq götürürük. Bunu əlavə etdik. Demək, indi keçid alırıq sırf kadrlar hissəsinə. Kadrlar hissəsində həmin biz o yaratdığımız ştata uyğun bir işçi götürəcəyik və həmin işçini də həmin ştata uyğun götürürük. Başlayırıq, demək, birinci fiziki şəxslərdən. Ümumiyyətcə 3 etapa bölünür işçini götürmək. Birinci, mən bunu bir insan kimi tanıtmalıyım birəsə ki, yəni bu tanısın ki, belə bir insan var. Demək, əlavə edirik, adını yazırıq. Tutaq ki, Əliyev Fərhad Əlisaoğlu. Əlavə olundu, Əliyev Fərhad Əlisaoğlu. Bir də çalışın diqqətlə yazın, səhv olmasın. Çünki sonra işçi adı axtaranda səhvlik olur, yəni tapmaq olmur, çətinlik olur ümumiyyətcə. Bunun yazırıq doğum tarixini. Tutaq ki 16.01.1997. Cinsini seçirik.
İşim. Doğulduğu yer, demək, yazırıq Bakı şəhəri, Bakı şəhəri, Nərimanov rayonu. Nərimanov rayonu. Bunu buradan əlavə edirik. Sonra vəsiqəsi hissəsini doldururuq. Okay. Demək, sənədin növünü seçirik. Şəxsiyyət vəsiqəsi. Seriyasını seçirik. Tutaq ki, 1-2-3-4-5 seriya random yazdım. Verilmə tarixi olsun 01.04.2024. PIN kodunu yazırıq. Tutaq ki, 6EABHC. Sonra etibarlıdır. Tarixini seçirik. 10 il sonraya 01.04.2034. Kim tərəfindən verilir? Random seçək. Asan 1. Bu qədər. Bu hissəni bu qədər doldururuq. Okay. Sonra vətəndaşlığını seçirik. Azərbaycan. Buradan bunu seçirik ki, orada bizdə çünki bunu seçməsək, sırf pensiya hissəsi çıxır. Okay. Burada sığorta şəhadətnaməsini yazırıq. Sığorta şəhadətnaməsi SSN-dir. Yəqin ki, bilirsiniz, bilməyənlər üçün deyim. Sığorta şəhadətnaməsi doğum tarixindən ibarət olur və son 5 rəqəm olur, hansı ki, sırf onun unikal kodudur. Doğum tarixi, tutaq ki, bu işçi üçün yazmışıq 16.01. 1997 və unikal kodu da 5 rəqəmdən ibarət olur. 0012 random yazdım. Yəni ki, bu doğum tarixindən bir çox adamda ola bilər. Amma unikal koddan heç kəsdə yoxdur. Sırf Fərhada aiddir bu unikal kod. Bu hissəsi bu qədər yetərlidir. Yəni ki, bu hissəsi bizə lazımdır ki, işçinin məlumatlarını yazırıq. Burada da ki, digər məlumatlarını yaza bilərik, amma yazmaya da bilərsiniz. Yəni ki, çox da vacib bir məlumatlar deyil. Tutaq ki, işçinin ünvanını yazmaq istəyirsiniz, işçinin telefonu yazmaq istəyirsiniz, mailini yazmaq istəyirsiniz. Yəni, bunları zaten EMAS-a işçinə əlavə edəndə EMAS-da qeyd edə bilərsiniz. Yəni ki, bir də birəsə qeyd etməyi, yəni mən etmirəm, yəni çox da lazımlı deyil. Amma işçinin bu məlumatlarını bura qeyd etməlisiniz ki, sonra bu bizə əmək haqqıda, hesabatlarda kömək edir. Bu hissəsini bu qədər doldurduq. Buradan OK basırıq. Bu gəldi fiziki litsoda bunu tanıyır. Yəni fiziki olaraq bu işçini tanıyır. İndi keçirik ikinci etapımıza. İkinci etapımız olacaq, demək, təşkilatın əməkdaşları. Təşkilatın əməkdaşları, biz indi buradan əlavə edirik. Təşkilatın əməkdaşları. Biz bunun bir əməkdaş kimi, bir insan kimi birəsə tanıtdıq. İndi isə sırf işçi kimi bunu tanıdacağıq. İşçi kimi deməyim də, sırf müqaviləsi bağlanmış bir əməkdaş kimi tanıdacağıq. Sonuncu etapımızda isə artıq işçi kimi tanıdacağıq onu. Gəlirik bu hissədən, adını yazırıq təzədən. Burada adını da yazıb əlavə edə bilərsiniz. Amma ki, buradan da seçə bilərsiniz. Biz seçirik bunu. Fiziki şəxslərin məlumat kitabından seçməklə yeni əməkdaş yaratmaq. Seçirsiniz bu hissədən və tapırsınız həmin əməkdaşımızın adını. Demək, Əliyev Fərhad Əlisoğlu. İşçimizi seçdik. Seçdikdən sonra baxın, məlumatları artıq bura avtomatik yerləşdirildi. Amma ki, siz burada adını özünüz yazsaydınız, məlumatları da yenidən özünüz daxil etmə məcburiyyətində qalacaqdınız. Demək, sonra keçirik əmək müqaviləsi hissəsinə. Əmək müqaviləsi hissəsi, burada müqavilə nömrəsini yazırıq. Müqavilə nömrəsi EMAS-dan götürürük. EMAS-da hansı işçini götürərkən müqavilə nömrəsini içərsə, onu yazırıq. Tutaq ki, burada mən random seçirəm 0125. 1225. Müqaviləmiz haçan bağlanılıb? Seçək, tutaq ki,
dünənki tarixi 13.06.2025. Sonra etibarlıdır. Tarixini yazırıq. 13.06.2025-dən tutaq ki, biz bunu götürmüşük 2 aylıq. 13.06 13.08.2025. Sonra gəlir şöbəsini seçirik. Şöbə olacaq təchizat şöbəsi, vəzifəsi olacaq sənədlər üzrə mütəxəssis. Sonra iş qrafiki seçirik 5 günlük. Sonra hesablama növünü seçirik əmək haqqı. Tarif maaşını seçirik 555. Valyuta zən bu qədər. Bu bizim ikinci etapımız idi. İkinci etapda, yəni işçini əlavə etdik. Üçüncü etapda isə artıq işçini işçi kimi tanıdacağıq. Keçirik. Ona isə bu hissədən baxırıq. Kadrlar, təşkilatın əməkdaşları. Üzüldü sayı. Kadrlar təşkilata işə qəbul etmə. Gəlirik buradan əlavə etməyi seçirik. Sonra buradan mütləq şəkildə tarixi, əslində tarixi dəyişməyə də bilərsiniz. Çünki bu tarix göstərəcək ki, siz bu günləri əlavə etmişsiniz. Amma dünənki tarixi göstərmək istəyirsinizsə, buradan dəyişiklik edə bilərsiniz. Buradan əlavə edirik həmin işçimizə. Seçirik Əliyev Fərhad, şöbəsini seçirik. Demək, təchizat şöbəsi, vəzifəsini seçirik. Sənədlər üzrə mütəxəssis. İşə qəbul tarixini buradan dəyişdiririk. 13.06.2025. Bu hissələrini diqqətlə yanaşın. Çünki əmək haqqı hesablayarkən bu hissələr, yəni 14-ü olsa, əmək haqqı avtomatik olaraq 14-ü ilə hesablanacaq. Yəni burada hansı tarixi seçsəz, əmək haqqı avtomatik olaraq o tarixlə hesablanacaq. Demək, iş qrafikini seçirik 5 günlük. İşçinin ərizəsi. Bu hissəni doldurmaq lazım deyil. Bu qədər. Şərhə də ki, yaza bilərsiniz ki, əmir nömrə, tutaq ki, əmirləşdirərkən əmir nömrə 06 ilə əmirləşdirmişsiniz. Artıq işçimiz işə qəbul olunub, əmir 06 ilə. İndi mən sizə göstərəcəm ki, necə qrafik yaradırlar. 5 günlük, 6 günlük qrafik. Çünki burada hər bir şey hazır var idi, amma ki, yaradılma hissəsini sizə göstərmək istəyirəm. Keçid alırıq bu hissə. Yəni, bu hissə sırf işə götürməkdir. İndi isə onun xırdalıqlarına keçirəm. Necə vəzifəni yaratmaq, necə qrafiki yaratmaq. Demək, kadrlar. Buradan artıq çıxaq. İş qrafiki. Tutaq ki, yaratmaq istəyirsiniz 5 günlük iş qrafiki. Buradan əlavə edirsiniz. Keçirsiniz əsas hissəyə. Yazırsınız 5 günlük. Bunu da ürəyiniz necə istəyir, elə də yaza bilərsiniz. Əsas sizin üçün rahat olsun. Sonra yazdım 5 günlük. Sonra vaxtın yekun hesabı. İş həftəsi bir həftədə saat 40 saatı keçməməlidir. Saatlar isə olacaq, səhər saatı olacaq, bax ki, 09:00-da başlayacaq, 18:00-da bitəcək. İndi burada əlavə edirik. Seçirik 09:00, başa çatma saatı olacaq 18:00. Həftə günü seçirik burada, bazar ertəsi. Sonra ikincisini əlavə edirik. 09:00, 18:00. Burada seçirik çərşənbə axşamı, bəli, yenə əlavə edirik.
09:00 18:00 seçirik çərşənbə. Əlavə edirik. 9:00 18:00 əlavə edirik cümə axşamı. Cümə. Aha, indi isə əlavə edirik nahar saatlarını. Dəqiqə. Mhm. 14:00-dək bazar ertəsi. 13:00-dan 14:00-dək çərşənbə axşamı. Eyni şeyləri əlavə edirik. Orada məndə göstərdi ki, nahar saatlarını siz də əlavə etsəniz, görsəniz ki, nahar saatlarını əlavə etməmisiniz. Çünki sırf bu hissələri qeyd etsək, 40 saatı keçir deyənə, nahar saatı əlavə etməsək deyənə, bizdə göstərəcək ki, bəli, rekord olunacaq hər bir şey. Bizdə göstərəcək ki, bu 40 saatı keçir deyənə, ona görə bu əlavə etmək olmur. Hətta belə bir şey eləyə bilərsiniz. Sonra bunu yaratdıqdan sonra biz tutaq ki, burada yaratmışıq 5 günlük, 6 günlük. Onu kopyalayıb onun içində də işləyə bilərsiniz. Sizin üçün daha rahat olacaq elə. Cümə axşamı, cümə. Dəqiqə. Burada nəsə problem baş verir. Nəysə səhv etmişik. Bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı, cümə. Çərşənbə günü naharı yazmamışıq. Düzdür. Bir dəqiqə. Lalə xanım, Bəli. onu biz sətir kimi yox, sütun kimi verə bilmərik nahar saatları. Yəni Necə? nahar vaxtı qeyd eləyib, elə qarşısında bazar ertəsi zad yazılır da, yəni sütun kimi əlavə eləmək olmaz bircədə. Onlar etmək olmur. Hətta baxın, belə bir şey göstərim də sizə. Tutaq ki, bizdə bu yaradılıb, bu 5 günlük qrafikimiz. Götürüb bunu kopyalasaz, klonunu çıxartsaz da, tutaq ki. Görürsünüz, ancaq belə götürür. Yəni ki, onu sırf yarada bilmərsiniz də, naharını ayrıcana, yəqin elə başa düşürəm də, ayrıcana deyirsiniz, yoxsa necə? Bəli, sütun kimi də elə bil ki, başa çatma vaxtı kimi nahar vaxtında qeyd eləyib, sütun kimi, başlıq kimi yazmaq da yuxarıdan aşağıya doğru. Yox, onu götürməyəcək. Sırf belə ayrı-ayrı yaz, ancaq ayrı-ayrı yazsanız, onda götürür. Yəni ki, Çox şey eləmir, qəbul etmir onu. Aha. Mən orada çərşənbəni seçməmişdim deyənə, orada artıq silməliyəm, yenidən daxil etməliyəm. Gəlin istəyirsiniz elə bunun üzərindən baxaq. Burada hamısı elə eyni qaydada seçilib. Tutaq ki, 9-dan 13-ə qədər, burada şeydir, yarımştat kimi seçilib. 9-dan 13-ə qədər bazar ertəsi və yaxud da 14-dən 18-ə qədər bazar ertəsi. Yarı-yarı seçilib. Demək, saatları saat 8-dən. Baxın, burada elə bir ki, 2
növbəli kimi seçilib, 8-dən 20-yə kimi. Yarısını eləyiblər 9-dan 13-ə kimi, yarısını eləyiblər 14-dən 18-ə kimi. Elə bil ki, bir dəfəlik yaza bilmərik də biz saat 8-dən 8-ə qədər. Çünki o artıq gedir cəmlənmiş çota çıxır. Burada buna ediblər ki, yəni obyekt saatını yazmayıblar tərkibinə. Obyekt saatını elə bir daxil ediblər bunun içinə. Amma ki, biz sırf 5 günlük qrafik yaratsaq, orada yəni orada mütləq şəkildə obyekt saatını yazmalıyıq, yoxsa götürməyəcək onu biraz. Bu iş qrafiki ilə bağlı idi. İş qrafiki ilə bağlı nəsə sualınız var başqa? Orada qrafik növündə cəmlənmiş uçot seçimi var, yoxsa? Var əslində, baxın. Burada biz seçə bilərik növbəli və növbəlini də növbəlini seçdikdən sonra biz onun içində özümüz cəmlənmiş uçotu düzəldə bilirik. Onu da necə düzəldə bilirik? Əslində belə bir qrafiklə düzəltmək olar. Sadəcə biz seçəcəyik saat 8-dən axşam 8-ə qədər və axşam 8-dən səhər 8-ə qədər. Amma ki, burada artıq adını cəmlənmiş uçot kimi əlavə etməyiblər. Amma ki, ödəniş edib cəmlənmiş uçot qrafikini də bura yazdırmaq olar. Ya ödəniş edib yazdıra bilərsiniz. Sizin üçün daha rahat olacaq. Amma əgər yoxdursa, belə bir üsullarla seçmək olur növbəli qrafiklərlə. Sizdə cəmlənmiş uçotla işləyir şirkət? Xeyr, bizdə də 9-6 rejimdir. Sadəcə maraqlı gəldi, soruşdum. Da cəmlənmiş uçotu bir çox yerdə yoxdur, bir çoxları cəmlənmiş uçotdan qaçırlar. Çünki həm istehsalat təqviminə görə onu tərtib etmək olmur. Yəni tərtib etmək olmur nə mənada? Yəni bilmək olmur ki, mən ilin axırı keçəcəm saatımı yoxsa keçməyəcəm. Ona görə cəmlənmiş uçotla bir çox şirkətlər çalışırlar işləməsinlər. Amma işləyənlər də əlavə ödəniş edib, yəni birəsi onu daxil eləyirlər. Anladım, çox sağ olun. Buyurun. Başqa saatlarla bağlı, ümumiyyətcə qrafiklərlə bağlı sualınız var? Yoxdursa, keçək, mən sizə göstərim necə vəzifə əlavə edirlər. Demək, təşkilatın iş qrafikini göstərdim, vəzifələr. Vəzifələri belə də edə bilərsiniz əslində. Sırf aşağıdan belə də, aşağıdan da palyaq göstərirlər, hansı, nədir, nə etmək. Və yaxud da kadrlardan daxil olub, əməkdaşın içindən daxil olursunuz və əməkdaşın içindən vəzifəsini yaradırsınız və həmin vəzifə artıq yaradılmış sayılır. Biz hal-hazırda yaradacağıq vəzifələrdən əlavə edirik vəzifəni. Vəzifə burada biraz əslində bu məndəki biraz çətin versiyasıdır. Amma ki, bir çox preslərdə asan versiyadır. Yəni ki, bu kodlara falan ehtiyac olmur. Bizdə hər bir şey burada kodla yaradılıb. Yəni kodlara ehtiyac olmur. Və kodsuz artıq yəni seçmək olur ki, sadəcə bir dənə vəzifəni əlavə edirsiniz, OK-yə basırsınız, vəsə. Yəni işçini artıq oradan işə götürəndə, oradan şöbəsini seçdikdə, vəzifəni seçdikdə vəzifə seçilir. Burada mən yazım, tutaq ki, seçək, hansı vəzifəni seçək? Mühasib vəzifəsini seçək. Düzdür, mühasib vəzifəsi 100% ki, burada var. Burada vəzifənin adını yazaq, mühasib. İndi məndən kod istəyəcək. Və bunu bassam, mühasib üçün kod istəməlidir. Bəzi çətin vəzifələr var ki, hansı ki, kod istəyir, kodsuz. Yəni, baxın, например, burada idarə qulluqçusu, məlumat kitabı üçün informasiya yığılması, sənədlər üzrə mütəxəssis, çünki bilinmir
hansı şöbədə, nə üzrə, sənədlər üzrə mütəxəssis götürülür. Ona görə onların hamısı kodla ayrılıb. Amma mühasib belədir ki, hansı şirkətə nə mühasib götürürsən götür, eyni mühasib kimi sayılır da, yəni ki. Amma sənədlər üzrə mütəxəssis bilinmir ki, dövlət qulluqçusu kimi götürülür o, yoxsa hansısa bir özəl şirkətə götürülür. Ona görə burada kod istəyir. Aha, biz yaratdıq mühasib vəzifəsini və eləcə də yarada bilərsiniz. Tutaq ki, burada artıq bir mühasibimiz var. Görürsünüz, bunlar da burada kodlarla ayrılır. Hətta siz işə götürdükdə də orada baxmalısınız ki, mühasib götürürsünüzsə, hansı mühasibi götürürsünüz. Sonra bu vəzifə yaratmaqdır. Sonra sizə nə göstərim? Yəni çalışıram işə qəbulla bağlı bütün prosesləri göstərməyə ki, nələr olunur da işə qəbulda. Bunu bağlayaq. Sonra iş qrafikinə baxdıq, vəzifəyə baxdıq. Bir sual vermək olar. Aha, təbii ki, buyurun. Oradakı vəzifə kodu nəyə əsasən təyin olunur? Biz özümüz yazırıq. Yoxsa Yox. hazır formada? Hazır formada var əslində orada. Gəlin bir dənə tutaq ki, yaradaq. Hansını yaradaq? Yaradaq bir dənə və elə bir vəzifə ki, hansı ki bilinmir də nədir. Elə kargüzar kimi bir şey yaradaq, tutaq ki. Yazaq sənədlər üzrə aparıcı mütəxəssis. Sənədlər üzrə aparıcı. Bu bilirsiniz nə kimi nəyə oxşuyur? Biz o EMAS-da işçini götürəndə birinci yaradırıq orada. Var sırf işçinin öz vəzifəsini yazırıq. Bir də ki, özümüz axtarırıq ki, həmin işçinin vəzifəsinə uyğun o ştatda, sırf EMAS-ın öz ştatında da, yəni ki, onlar özləri də əslində kodlaşdırır. Bu 1S-də də özü kodlaşdırılır bütün sənədlər. Yəni ki, sırf vəzifələrin kodları. Yəni sırf EMAS kimi gedir. Yəni EMAS-da necə bir var təsnifat kodu ilə götürülür, bir də var ki, vəzifəni yazırıq. Bu da sırf elə bil ki, sənədlər üzrə mütəxəssisin təsnifat kodudur. Bu da əslində napalyaq seçilir. Yəni ki, necə biz EMAS-dan bilmirik də, yəqin ki, sizlər də işçini götürəndə təsnifat kodunu ona oxşar bir şey seçirsiniz ki, yəni biraz yaxın bir vəzifə kimi seçilsin. Elə də elə burdadır, 1S-dədir. Baxın, sənədlər üzrə aparıcı mütəxəssis seçsəm, aparıcı mütəxəssis. Burada vəzifəni seçirəm, sənədlər üzrə. Görək, buradan kod istəyəcək. Sənədlər üzrə aparıcı mütəxəssis. Aha. Burada okey. İstəmədi burada da kodu. Nə əcəbsə istəmədi. Amma biz burada özümüz də kodla, çünki bunun kodu artıq burada var. Burada yaradılıb deyənə sənədlər üzrə. Yəni ki, buradan kodu özümüz təyin edirik ki, ona oxşar bir şey olsun. Mən istəyirəm kodda göstərmək sizə. Baxın belə. Baxın, burada kodlar var. Hansı ki, mən burada kod üzrə də yaza bilərəm. Baxın, burada yazılıb silahlı qüvvələr, idarə edicilər, peşəkar mütəxəssislər, mütəxəssislər və köməkçi heyət. Tutaq ki, mən istəyirəm elə bu sənədlər üzrə aparıcı mütəxəssisi götürmək idarə ofis qulluqçusu kimi. Mən burada seçəcəm 04 kodu, axtarışa verəcəm. 04 kodunda çıxacaq bunlar. Mən tutaq ki, seçmək istəyirəm bunu. Buradan seçim edirəm. Bir dəqiqə. Aha. Niyə olmadı ki? Bir dəqiqə. Bir dəqiqə olmalıdır. Tutaq ki, 04 kodunu seçsəm. Mütəxəssis götürüm. Niyəsə olmur. Buradan seçsəm, bunu götürsəm.
Bir dəqiqə olmalıdır burada. 3 seçsəm. Aha. Hə, seçildi. İdarə qulluqçusu, ünvanlar, siyahı ünvanlar. Yəni ki, mən tipa sənədlər üzrə aparıcı mütəxəssisimi götürürəm idarə qulluqçusuna. Yəni ki, o kodlar sırf ora ilə göstərilir və həmin bu vəzifənin kodu da həmin o 03 yazsam, 04 kodunu videoma götürmür də, 03 kodunu yazsam idarə qulluqçusu siyahısına götürülür. Mən oradan spiska baxıram, o spiskdən də seçirəm. Yəni kodlar elədir. Amma mən sizə deyim ki, bir çox birestlərdə o yoxdur. Yəni kodlar təyin olunmayıb. Sadəcə elə bir dənə vəzifə yazıram, o vəzifə üzrə də işçini götürürəm. Yəni kod bir çox yerlərdə olmayacaq. Aha, kodlarla bağlı sual var? Bu hissə ilə bağlı sual yoxdursa, mən bunu belə edim. Aha, başqa işə götürmədə hansı hissəmiz qaldı? Qalan hissələri əmək haqqı hissəsində göstərəcəm. Əmr yaratmaq. Çünki orada bizə lazım olacaq ki, tutaq ki, əmri elə yaratmalıyıq ki, əmək haqqı da bizə məzuniyyət əmri olsun və yaxud da burada hətta xəstəliyi də əmr kimi göstərmək lazımdır ki, bu tarixdən bu tarixə tutaq ki, xəstəliyi də olub ki, o məndə əmək haqqı da əks olunsun. Əmək haqqı ilə bağlı demək olar ki, bu qədərdir. İşə götürmə ilə bağlı üzrlü sayın bu qədərdir. Nəsə sualınız var həmin bu işə götürmə ilə bağlı bu bir estdə nəsə sizə qaranlıq qalıb və yaxud da siz edəndə alınmır? Mən Salam. üçüncü bir... Necə? Elnarə xanım, buyurun. Salam, axşamınız xeyir Layla xanım. Bu Aşağı. belə deyim də biraz köhnə variantdır. Mən özüm şəxsən təzə variantda işləyirəm. Bir S8. Amma hələ əmək haqqı işləməmişəm də belə deyim. Kadr işini işləməmişəm. Orada hara getmək lazımdır? Hardan doldurmaq lazımdır? Onu belə deyə bilərsiniz? Necə, nəyə hardan doldurmaq lazımdır? Məsələn, səni qəbul etmək orada hansı pəncərədən getmək lazımdır? Kadrlar pəncərəsinə, bütün birestlərdə, belə deyim də sizə, bütün birestlərdə, məndə işdəki birestdə təzə birestdə. Yəni, eynən özünüz görəcəksiniz. Kadr hissəsi harda görsəz, belə lori dildə deyim də, kadr sözü harda görsəz, daxil olun içinə. Daxil olduqdan sonra özünüz görəcəksiniz ki, var fiziki litsa. Bilmirəm, sizdə rusçadır, yoxsa Azərbaycancadır biraz. Mən də rus dilini bilirəm. Yox, bəzi yerlərdə rusça olur, çox yerlərdə rusçadır, yəni birəs. Ona görə deyirəm, yəni rusça olsa, sizdə orada yazılacaq fiziki litsa. Azərbaycan dilində yazılacaq fiziki şəxslər. Oradan fiziki şəxsi seçirsiniz. Fiziki şəxsin içinə daxil olursunuz. Həmin işçinin adı, familiya, ata adı yazdınız. Altından yazacaqsınız işçinin doğum tarixini. Mütləq şəkildə doğum tarixini yazmalısınız. Sonra vacib olan hissələrini deyim. Doğum tarixini yazdıqdan sonra keçirsiniz, onun cinsini seçirsiniz. Onu seçdikdən sonra daxil olursunuz, şəxsiyyətinə aid məlumatları doldurursunuz. Şəxsiyyət vəsiqəsinin PIN kodu, onlar da sizə nəyə görə lazım olacaq əslində? Hesabatı verəndə, bilmirəm, indi hesabat, DSMF hesabatı verirsiniz, vermirsiniz. DSMF hesabatı verdikdə, siz oradan Excel kimi çıxartdıqda, sizə artıq onun PIN kodu da gələcək, SSN yazsaz SSN-i də gələcək, hər bir məlumatlarınız artıq orada olacaq. Yəni, siz hansı məlumatı orada daxil edirsinizsə, Excel formasında da əmək haqqıdan çıxardanda bütün hər bir məlumat orada olur. Demək, yazırsınız ora PIN kodunu, SSN-i, sonra Azərbaycan vətəndaşı olduğunu mütləq seçin. Çünki orada seçim var ki, miqrantdır və yaxud da bizim vətəndaşdır.
Onları seçdikdən sonra keçirsiniz, OK basırsınız. OK-dən başqa məlumatları da ora doldura bilərsiniz təbii ki. Telefon nömrəsi, e-mail ünvanını. Sonra keçəcəksiniz. Bu sırf nədir? Bires bunu bir insan kimi tanıyır artıq. Başa düşür ki, belə bir insan var. Sonra keçəcəksiniz digər hissəyə. Digər hissədəki işçinin bir dəqiqə təşkilata yox, sırf müqavilə üzrə əməkdaş kimi tanımağı seçəcəksiniz. Oradan da ki, olacaq sizdə əməkdaşların siyahısı. Aha, əməkdaşların siyahısına daxil olacaqsınız. Əməkdaşların siyahısından həmin adamın adını seçirsiniz və yaxud da yox, birinci əlavə edirsiniz. Əlavə edəndə orada punkt olacaq ki, fiziki litsodan daxil etdiyiniz işçini seçirsiniz. Onu basdıqda sizin artıq o fiziki şəxs kimi tanıdığınız işçi var idi ya, avtomatik gəlib oturacaq əməkdaşların içərisində. Onu doldurduqdan sonra keçirsiniz müqavilə hissəsini doldurursunuz. Müqavilə hissəsində də ki, elə seçirsiniz hansı tarixdən hansı tarixə müqavilə bağlanılıb. Əgər müddətsizsə, müddətsiz, yəni heç haçandan haçana yazmayacaqsınız. Bir dənə yazacaqsınız ki, hansı tarixdə bağlanılıb. Sonra əmrini nömrəsi yazmaq istəsəz, əmrin nömrəsini yazın və yaxud da onu yazarsınız artıq işə götürən hissədə. Artıq təşkilata götürürük. Sonra orada yəni bu qədər məlumat doldurursunuz. Ondan sonra da keçid alırsınız. Artıq 3-cü stepimizə keçirsiniz. Artıq işçini təşkilat tanısın, təşkilata tanıtmaq üçün, yəni bir işçi kimi. Oradan da ki, seçəcəksiniz, həmin işçinin adını vuracaqsınız. Maaş, bir də şeydə, əməkdaş hissəsində maaşını yazırsınız mütləq şəkildə ki, maaşı görsənsin ki, biz onu təşkilata işçi kimi götürəndə artıq orada avtomatik olaraq maaşı da otursun. Bu qədər. Yəni 3 etapdan ibarətdir. Yəni bütün bireslərdə də eyni gedir. Köhnədə də, yenidə də, yəni fərqi yoxdur. Köhnədə də Təşəkkür yenidə edirəm. Buyurun. Köhnədə də, yenidə də. Əsas odur, bir dənə kadr hissəsini tapın, kadr hissəsindən sonra hamısı özü-özlüyündə gedəcək. Prosta özünüz üçün 3 etapa bölün ki, sizin üçün rahat olsun ki, yəni hansı şeylə də ardıcılıq ardıcılıqla getməlidir. Bu qədər yəni. Çətin bir şey orada yoxdur. Yəni özünüzü gözünüzü qorxuzmayın ki, hə qarışıqdır və yaxud da belədir. Yox, yəni çətin deyil. Təşəkkürlər. Buyurun. Başqa kiminsə qəbulla bağlı sualı var? Ümumiyyətcə bireslə işləyirsiniz. Yəni burada indi görüm 22 nəfər var. Yəni bireslə işləyənləriniz var, yoxsa yeni başlayanlarmı deyim işə və yaxud da tələbələrmi deyim? Xeyr, indiyə kimi işləməmişəm. İşləməmisiniz, yoxsa bireslə işləməmisiniz ümumiyyətcə? Yox, bireslə işləməmişəm, çünki mən sırf rekruting hissəsindəyəm. Sadəcə HR-ın bu sahələri də maraqlı gəlir. Ümumi istəyirəm ki, öyrənim. Məndə də ki, recruiting hissəsi yoxdur bu sahələrdə. Ona görə belə şeydir, recruiting hissəsini əslində mənə də maraqlı gəlir öyrənmək. Əslində ən maraqlı hissəsi oradır, recruiting hissəsidir. Sadəcə ətraflı öyrənmək üçün qoşuluram belə təlimə. Da, recruiting hissəsi ümumiyyətcə çox maraqlıdır. Yəni insanlarla ünsiyyət qurmaq və yaxud da işçi tapmaq, daha çox adam, necə deyim, daha çox adam tanıyır. O işçini axtararkən falan, şirkətlər tanıyır daha çox. Düzdür. Burada chatda da yazanlarımız var. Gülmirə xanım da işləməyib. Aha. İşləməyənlər ümumiyyətcə, yəni şirkətdə bires götürülmür, yoxsa necə? Yəqin ki, sizdə də daxili proqramlar var, düzdür? Aynurə xanım, məzuniyyət hissəsi keçiriləcək, bəli. Amma ezamiyyə hissəsi çalışaram məzuniyyət keçdikdə ezamiyyə hissəsini də göstərərəm. Çünki onlar zaten yəni
ezami hissəsi də çətin hissə deyil. Yəni çalışacağam ki, o hissələrini də göstərməyə. Bəli, mən işlədiyim şirkətdə tamam başqa proqram üzərindən işləyirik. Bizdə dövlət müəssisəsidir. Yəqin ki, də. Necə? Hansı ERP proqramıdır yəqin ki, düzdür? Yəni şirkət daxilində qurulmuş Şirkət proqramdır. deyil, dövlət müəssisəsidir. Daxili İşlər Nazirliyinin onların məxfi proqramıdır. Ha, anladım. Çətin proqramdır o. Yox, Ya. o bilirsən çox asandır. Də. Təki deyə bizə asan gəlir. Yəni 1S-də biraz bu təzə versiyada eyni işi bir neçə pəncərədən görmək mümkündür deyə biraz o adamı çaşdırır. Hər müəllim öz metodu ilə başa salır. Biri qısa yolla gedir, biri uzun yolla gedir. Ona görə biraz o çaşdırır. Hə, mən ümumiyyətcə çalışıram ki, bilirsiniz necə, mən özüm çalışıram özümdə, yəni daha özümə lori dil də olsun da, yəni ümumiyyətcə özüm də öyrənəndə çalışıram ki, bilirsiniz necə, belə şey dili ilə yox da, yəni kitab dili deməyim də, sırf hə bu belə olmadı, bu belə olmadı, etap yox. Etap bölmək, amma ki bilim ki, hə bu burada olacaq, bu burada olacaq. Elə eləmək daha rahat olur. Elə bölmək adama özünə daha rahat olur. Kim belə hər şey qanuni şəkildə getsin, yox. Yəni çünki biraz elə bir proqramdır ki, çernavik kimi baxıram mən ona. Yəni bütün məlumatlarım burada olsun, qalsın, heç bir şey itməsin. Ona görə burada necə işləmək, yəni insan artıq özü üçün necə rahatdırsa, yəni mən də çalışıram sizlərə də o rahat üsulu göstərməyə ki, yəni o xanım dedi ya ki, siz idiniz də deyəsən səhv etmirəmsə də, hə, siz dediniz ki, biz təzə versiya ilə, yəni ki, bir dənə cəmisi da, yəni bilin ki, kadrlardan gedəcək. Yəni mən əmək haqqının içində işçi qəbul eləməyəcəm. Kadrın içində o etaplar da ki, beləncə bölünüblər yəni. Təşəkkürlər. Buyurun. Ali xanım, axşamınız xeyir. Bir sual versəm olar? Təbii ki, buyurun. Bir də bu vəzifə dəyişikliyi ilə bağlı bilmək istəyirdim. Bu bir şeydə necə düzəlmiş olunur? Amma vəzifə dəyişikliyi ilə bir dəqiqə. Aha, yox, buradan yox. Kadrlar, təşkilatın əməkdaşları. Oy. Oy, bir dəqiqə üzrlü sayım. Bizim işçimiz buydu da, Fərhad. Burada vəzifə dəyişikliyinə keçid alırıq. Demək, vəzifə. Ay, bu S-də. Gəl. Bu bir S-də deyəsən vəzifə dəyişikliyi hissəsi yoxdur. Məndə işdədir o hissəsi. Bir dəqiqə buradan tapmalıyam. Burada deyəsən o hissəsini yaratmayıblar.
Burada vəzifə dəyişikliyi hissəsini yaratmayıblar. Mən onu sizə iş birəsində göstərərəm vəzifə dəyişikliyini gələn dərsdə. Burada çünki o modulu açmayıblar. Bu bizdə təlim birəsidir deyənəm. Bir dənə baxım, bəlkə olar burada. Bir dəqiqə. O olsaydı bu hissələrdə olacaqdı. Yoxdur. Burada sırf məzuniyyət ezamiyə. Yox, burada yoxdur. Kim idi mənə o sualı verən? Mən Gülmira. Gülmira xanım, mən bunu sizə gələn dərs göstərərəm və yaxud da deyərəm bir dənə onu yazarlar vəzifə dəyişikliyini. Vəzifə dəyişikliyini yazarlar, mən sizə onu göstərərəm. Aha, Allah çox sağ olun. Bir də bu işçinin bank kartlarını daxil etmək. Bank kartları burdadır. Bu yəni işə qəbul zamanı elə daxil etməlidir, düzdür? Mən ona əsas Vacibdir, əmək yoxsa haqqı vacibdir təbii ki, çünki əmək haqqı hissəsində biz ona pravutqa eləyəndə mütləq şəkildə istəyir də, istəmir də. Bir var ki, mən onu elə-belə də, yəni sırf hesablamaq üçün daxil eləyim əmək haqqlarını. Onda amma istəyirəm ki, hər bir şey tam doğru versiyada getsin. Onda mütləq şəkildə, yəni daxil etməliyik. O bu hissədədir. Kadrlardan daxil oluruq, işçilərin bank kartlarına dair məlumatların daxil edilməsi. O da məndə işdə, например, başqa yerdədir. Bank kartlarının daxil edilməsi. Ola bilər ki, bir çoxunuzda heç belə buralıqda olmayacaq. Amma ki, ya kadrlar hissəsində olacaq, belə deyim də sizə bank kartlar, ya da əmək haqqının tərkibində olacaq. Burada indi kadrlar hissəsindədir. Daxil oluruq. Buradan seçirik şirkətimizin adı, sonra daxil edirik əməkdaşımız. Bu yeni əməkdaşımızı daxil etdik tutaq ki, ödəniş üsulu olur. Kassadan da seçə bilərik, bank vasitəsilə də seçə bilərik. Buradan seçirik bankımızı, Bank Respublika. Aha, nə vaxt açılıb tutaq ki, bank kartımız, elə işçimizi qəbul etmişik 13-ü 13.06.2025. Burada da ki, tutaq ki 13 rəqəmlidir də. Bir dəqiqə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Aha. Bank kartını da buradan daxil edirsiniz. Aydın oldu hissə. Bəli, təşəkkür edirəm. Çox sağ olun. Buyurun. Başqa nəsə sualınız var? Bundan bağlı, buralarla bağlı. Kiminsə sualı var ümumiyyətcə qəbulla bağlı? Gülmira xanım, siz işləyirsiniz də birəslə? Səsim gəlir? Xeyr, işləmirəm Lalə xanım. Hə, yox, gəlmirdi səsiniz. Aha. Sizdə də daxili proqramdır, yoxsa ümumiyyətcə, yəni Excel-lərdə işləyirsiniz, məlumatları Word-də işləyirsiniz? Əsas əmas, daha sonra Excel, bəli, daxili proqram. Amma işə qəbul əmasda. İşə qəbul, məzuniyyət, belə. Anladım.
Hı. Ən maraqlı hissələri əmək haqqı hissəsidir. Ümumiyyətcə, yəni əməliyyat hissəsində də əmək haqqı hissəsini daha çox sevirəm. Onun, yəni hissələri daha Qəbulla bağlı kimisə sualı yoxdursa, bugünkü dərsimizi yekunlaşdıraq. Bir də sabahkı dərsimiz olacaq. Sabahkı modulumuz səhv etmirəmsə əmək haqqıdır, düzdür? Aha. Sabahları da 8-də sizi gözləyirəm. Suallarınızı hazırlayın əmək haqqı ilə bağlı. İnşallah, yəni nə sualınız olsa, mən də bildiklərimi sizlə bölüşüm. Sağ olun, təşəkkür edirəm qoşulduğunuz üçün. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.